Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Belə ki, Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Bəylik kəndinə daha 41 ailə, 163 nəfər köçürülüb. Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib. Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan Hərbi Hava Qüvvələrinin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər. Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik gizir hərbi rütbəsi ilə təltif edilib. Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çataq, Çeşməli, Mollalar, Məşədivəlilər, Həsənli, Abbasqulular, Papaqçılar, Güvəndik, Lazılar, Novostravka marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində ümumi uzunluğu 24,6 km olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir. Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədi ilə sözügedən yolların yenidən qurulmasına başlanılıb. Məlum olduğu kimi 2025-2026 tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir. Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026 tədris ilində istisna olaraq 5-ci, 6-cı və 8-ci siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında 4-cü, 5-ci və 7-ci sinifdə təhsil alan şagirdlərin də iştirakı təmin ediləcək. Qeyd eləyək ki, lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar açıqlanandan sonra valideynlərin narazılığına səbəb olmuşdu. Tehran və Vaşinqton razılaşmaya yaxındır və yəqin ki, növbəti danışıqlarda nüvə sazişi imzalayacaq. Bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, razılaşma yaxın şərqdə keçiriləcəyi ehtimal edilən qarşıdakı görüşdə yekunlaşa bilər. Eyni zamanda ABŞ prezidenti Donald Trump'ın nüvə danışıqlarında yekun həllin əldə olunması ilə bağlı razılığının olduğu da vurğulanıb. Oğuz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərər çəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri və müvafiq ekspertizalarından cinayətin Aqil Şirəliyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran şəhər rayon polis şöbəsinə tədqiqat araşdırılması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Qeyd eləyək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən Kaspey Kids uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.